Oy, evet. Salam uşaqlar, hər birinizə xoş gördük. Mən Azərkeş TV. Salam olsun hər birinizə. Xoş gəldiniz kanalıma. İlk öncə videonu bəyənsəz, kanala abunə olub bildirimləri də aktiv eləsəz. Bu arada şərhlər bağlıdır, uşaqlar bilmirəm niyə aktiv eləyirəm, YouTube deyil deyə aktivdir. Başa düşmürəm, 2 videom şərh kommentariya bölməsi bağlıdır. Açıq olur ümidvaram, bu problem qalxar bu videoda aradan. Yəni də şərh bölməsi açıqsa şərh bildirsəniz sevirəm. Bugünkü gün danışacağımız mövzu Real Madrid bir də Barcelona'nın transferləri barədə danışmaq istəyirəm. Dünya Kuboku da qoydu kənara, bitdi getdi. İspaniyamız qalib oldu. Maşallah, lap yaxşı oldu yəni. Heyf ki Messi futbolu buraxır. Heyf ki futbol bitir. Yəni futbol bitmiş kimi bir şey də. Elə mənadır Messi'nin futbol buraxmağı, amma nəsə. Elə ilk öncə keçid etmək istəyirəm Barcelona'mızın. Böyle bir təndə hər şey bitdi, qutardı. Barcelona bir dənə partlayış elədi. Evet. Anthony Gordon. Newcastle United'ın oyuncusu olan Anthony Gordon 50-60 milyon dəyəri olmuşdu. Barcelona getdi ona 80 milyon verdi, dedi qəbrə. Newcastle sattı Barcelona'ya. Yani Barcelona ilk bomba transferi tarixindən birini də dayandı. Öz maliyyəti 60-70 milyonluq oyuncuya 80 milyon verdi. Bunun da əsas səbəbi oydu ki, Bayern Münix'in səhv eləməmsə elə deyibmiş ki, Barcelona'nın pulu yoxdur ki, Harry Kane alsın. Bizə Harry Kane lazım deyil. Sizdə qalsın o 35 yaşlısınız. 35 yaşlı oyuncular var. Gelin məncəli. Bizim nəyimiz alan da sizin Harry Kane'iniz, Mary Kane'iniz. Anthony Gordon'u həm Barcelona'dan, həm Real Madrid'dən, həm də digər istəyən klublardan daha yaxşı qiymətə, daha üstün büdcə verərək Barcelona ilin transfer büdcəsini ən güclü şəkildə açdı və 80 milyona Anthony Gordon və yaxud 80 plus da ola bilər aldı. Və uşaqlar, bayaq dediyimi çaşmışdım, şok oldum. Karim Adeyemi rəsmi şəkildə Barcelona'dadır. Barcelona'nın ikinci transferi olan Karim Adeyemi 20 milyon, söylenti yəni 27 milyon qiymətinə gəldi çıxdı. Birinci transferimiz Anthony Gordon oldu. Anthony Gordon ümumiyyətcə perspektiv və cəld, necə deyim, atletizmli gözəl oyuncudur. İngiltərə oyunda da Argentinaya qol vurdu və 2 asisti, bir dənə də qolu var Dünya Kubokunda və yaxşıdır. Yaxşı oyuncudur. Mən ümumiyyətcə Anthony Gordon bəyənirəm. İnşallah Barcelona'da zaylamaz. Belə dünya çempionatında yaxşı getdi. Qatıqsı oldu axıra yaxın. Yarı finallarda. Keçid etmək istəyirəm. Dediyim kimi, wow bir transfer olan orta hücumçu Karim Adeyemi. Dortmund, Barcelona Dortmund deyirlər. Borussia Dortmund, üzr istəyirəm. Azərkeşlərinə salam olsun. Borussia Dortmunddan Karim Adeyemi istənilirdi. O oyuncusu da, yəni orta saha oyuncusu. Orta mövqeyi. Karim Adeyemi 27 milyona Barcelona'ya transfer oldu. Elə bu dəqiqə, bu gün. Ayın neçəsidir? 23. Bu video 23-dür, 26-sı qabağınıza çıxacaq. Baxdığınızdan asıl təbii ki. Yəni Hans Felix deyib bu oyuncunu. Karim Adeyemi də dediyim kimi sürət, atletizmli, yaxşı oyuncudur. Baxdım videolarına, siz də yazıb TikTok'da falan axtarıb tapa bilərsiniz ki, mənim xoşum gəlir və bu qiymətə mən Barcelona'nın bu oyuncumuza xoş gəldin. Anthony də xoş gəldi, Karim Adeyemi də, ikisini də müsbət qarşılayıram. Anthony'də də belə sual işarəsi var, görək necə olur. Və bizim baş bəlamız, ona keçməzdən öncə, danışıqlardan öncə Bernardo Silva. Real Madrid oyuncusu olan Bernardo Silva 2 il ərzində, 2 illiyi nə qədər. Manchester City'də oynayan Bernardo Silva rəsmi şəkildə bundan aylar öncə Real Madrid Kral klubuna transfer olub. Onun cəmi adını 19 milyon euro
pul ödəyərək Real Madrid klubuna qatıb Bernardo Silvanı. Bernardo Silva da çox möhtəşəm, prestijli bir oyuncudur. İnşallah uğurlu düşəri olar rəqəb kluba. Təbii ki, biz burada Barcelona ilə Real Madrid müqayisə edəcəyindən belə uşaqlar. Bu ilin transfer pəncərəsi Kral klubu ilə Barçaya. Nə oldu? Hamısını vurğulayacağım. Baş məşqçi. Bu arada Real Madriddə birisi də təbii ki, amma yenə də vurğulayım. Jose Mourinho. Baş məşqçi olaraq seçilmişdi Jose Mourinho. Arbelo'dan sonra falan. Zidane Arbelo. Jose Mourinho bu Vini, Kylian Mbappe, üzü istəyimiz kimi tutulur. Krallıq qulan Kylian Mbappe'yə görə. Bəlkə də bunların bir qulağını bırak ki, oturun yerə ki. Klub deyil bura. Komanda deyil, Real Madrid'də ki, bura nə var? Nə bilim. Yəni mən düşünürəm ki, bu özbaşınlıqlar oldu Real Madrid'də, bilirsiniz. Bunların qarşısını alacaq, oyuncuların həddini bildirib onları oynadacaq. Hətta mən məşqlərinə baxdım, YouTube kanallarında falan çıxdı qabağıma. Jose Mourinho da məncə bu egoist tayfasını, bu yekəxana tayfasını susturacaq. Vinicius olsun, Kylian Mbappe olsun, o birilər. Bəziləri istəsin olmaqla. Güclü oyuncular var, milyonluq oyuncular ancaq köhnə olur. Dediyim kimi, Bernardo Silva'sı oldu. Bir də Hollandiya millisində oynayan oyuncular, Real Madrid oyuncular da aldı. Heç onları saymadım, sözünü açığı götürmədim. Yəni o oyuncular da var idi. Bilməm şəklini bura qoyaram ya yox. Ümumiyyətcə Real Madrid 4 transfer elədi. Biri də sual altındadır. Real Madrid Jose Mourinho məsələsinə gəldikcə, Jose Mourinho heç. Florentino Perez. Real Madrid baş məşqçi deyilən, prezidenti seçildi. Florentino Perez Real Madrid'ə. Təbii ki, bildik ki, reallar falan heç kəs. Elə deyirlər, sevmirlər, amma seçildi təbii ki. Real Madrid'də dedi ki, mən seçilsəm 150 milyon büdcə ayıracağım. Real Madrid'də ikinci Cristiano Ronaldo'nu gətirəcəm. Bu bomba deyil, bomba bir dənə oyuncu gətirəcəm sizə. Elə belə deyil də. Florentino Perez yenə Real azəki işlərini anlatdılar. Hələ ortada bir şey yoxdur. Görək o Cristiano Ronaldo dediyi kimdir? Mən düşünürəm ki, Kylian Mbappe bəs edin, ancaq Real Madridlilər, həqiqətən də Kylian burada da bəxti yoxdur qaqaşım. PSG'də oynadı, ancaq Real Madrid qazandı. Real Madrid'də gəldi 2 ildir dalbadal mundialda çempionatı Paris Saint-Germain qazanır. Nə bilim. Hə, seçki verdilər, 6 səfərdən birini qazandılar Mbappe ilə. Mbappe 6'nın 6'sını da qazandılar. 10 Real Madrid'də Kylian Mbappe'yə deyirlər ki, now. Get buradan, aç ki, istəmirik sən. Çıx, şələşüləvi yığ, rədd ol buradan. Kylian Mbappe də qayıtdı, dedi ki, səyəm mən. Kral klubunda oynayıram. Mən bu klubu qoyub gedərəm iş. Tapmışam yağlı ballı yeri, ara gedir. Təzə şey çıx, futbolçu deyir, mən klubdan getmirəm. Allah'ın olsun, temaları. Hə, Jose Mourinho seçildi. Baş məşqçi olaraq, Florentino prezident olaraq, ancaq Florentino'nun ikinci Cristiano Ronaldo'su hələ sual altındadır. Görək neyinirsən Florentino Perez. Nəysə, Real Madrid belə bütün transferlərinizdə xeyirli olsun. Kərim Adayemi sevindirdi məni, rəsmi Barcelona'dadır. Anthony'dir, Kərim Adayemidir, bunlar Barcelona'mızdadır. Məşqlərə başlamışıq. Oyun tarixlərimiz açıqlanıb, dediyim kimi. Real Madrid'in də oyun tarixləri açıqlanıb. Çoxlar, nə oldu bildə? Real Madrid Olsen istəyir. Olsen istənilirdi, ancaq Bayern Münix'in deyirlər Bayern Münix'in klubuna 216 milyon büdcə ayırıblar, ancaq hələ ortada bir şey olmadı və deyən bu geri çəkildi, artıq bu transfer olmayacaq. Rodri məsələsi. Dünya çempionatında Rodri ən güclü oyuncu seçildi. Bu mundialda təbii ki 2016'da verdilər, dediyim kimi. Məncə haqsızdır, biraz nə bilim. Florentino Perez yəqin Cristiano Ronaldo kimi Rodri'ni görür. Deyir ki, mən Rodri'ni istəyirəm. Rodri Florentino Perez'in diqqət mərkəzindədir. İspanyol oyuncunu Florentino Perez Real Madrid'də görmək istəyir. Bilmirəm nə etmək, nə ağarmaq istiyor, amma bilmirəm, görək nə olur. Yəni belə, Rodri'ni də istəyir Real Madrid klubu, kral klubu. Real Madrid bu transferləri qoydu qırağa uşaqlar. Keçid edək sevimli klubumuz Barcelona'ya. Barcelona klubu bildiyiniz kimi əvvəlcədən münaqişələr daha doğrusu münaqişələr yarandı ki, Barça Alvarez
Atletico Madrid. Ayda. Atletico Madrid. Siz nə düşük klubsuz. Nə bambalısınız. Nədir Barcelona azərkeşləri götürüb bəzəmişdi ki, Alvarez Barcelona'da belə paylaşımlar. Bu da götdü Lamin Yamal Barcelona deyirəm. Alvarez Atletico Madrid klubunda. Birincisi nə işi var Lamin Yamal'ın orada? Şu olan bir oyuncusu nə edir orada? Yəni Atletico azərkeşlərinə hörmətlə yanaşıram. Amma belə düşük klub olmaz. Götürüb video paylaşmışsınız. O məndə var. Götsəm ara qoyacam. Gəlir Barcelona paylaşıb bu rəsmi səhifələrində. Aslanda başını çıxardı dikdi. Milli deyirəm, klub sizə kişi. Siz İspaniyanın klubusunuz. Real Madrid'dir, Barcelona sonra siz. Bu nədir? Özünüzə hörmət edin. Azərkeşlərinə valla nə bilim. Tutduğunuz klub yəni bilirsiniz. Pis olmayın yəni. Valla pis mən də demirəm. Nəysə. Bu Alvarez münaqişələri oldu. İlk başlı transfer pəncərələrində, ondan sonra Antonio oldu. Kərim Adayemi Barcelona'nın Alvarez. Bu dünya çempionatında neynədir ki Alvarez? Yəni elə də gözəl çıxış eləmədi, bir gol oldu. Nə deyirik? Alvarez, görək. Amma mən yenə də Alvarezə biraz da olsa ümidim var, uşaqlar. Görək. Alvarez də istəyib ki, yəni deyək ki, Atletico Tulla da mən istəmirəm, açıqdan. Lazım deyil mən Atletico Madrid. Yəni baskı eləyir, məncə də bunu eləsin. Yoxsa orada mən Barcelona istəyir. Təbii ki, biz Barça olaraq Atletico Madrid klubuna deyə bilmərik ki, Alvarez'i sat bizə, Alvarez'i sat bizə. Onun tam haqqıdır ki, Alvarez'i satmasın. Ancaq Atletico Madrid'de oynayan bizim Alvarez. Ay qardaş, Argentina alsan, səndə Messi ümidi ola bilər. Bu Argentina millisində də belədir. İstəyirsənsə Barcelona'nın. Bir dəndən ki, bırax məni. Və elə də elədi. İndi də Atletico Madrid'də qaşınır axı. İndi tək o səbəbləri belə tutmasın. Alvarez də axı. Deyər, bilməm, bilirsiniz, transfer pəncərələrində hissə kreditlə də ödəmək olur oyuncunu. Belə promoyla. Dedi ki, Atletico Madrid gördü, oyuncu da istəyir, əmələ gəlməyir. Anam əmələ gəlmir. Onun istədiyi də neyək? Alvarez'i istəyir ki, yəni mənim xəyalımdır. Real Madrid də istədi Alvarez'i. Digər klublar ancaq Alvarez dedi ki, mən Barcelona'nı istəyirəm. Hər bir oyuncunun xəyalı təbii ki. Ona görə də mən düşünürəm ki, ən azından olar, yaxşı transfer olar. 500 milyona azad olma sənədi idi. Barcelona şəxsi tanışdı elədi, onun üçün Atletico Madrid qızışdı, qudurdu, amma bir xeyri olmadı təbii ki. Və gördü Atletico alınmır, Alvarez gəlmir, sıxışdırılıb. Yəni Atletico dedi, neyinlə bunu istəyəndən sonra ürəklə oynamayacaq. Elə buna görə də Barcelona'ya dedi ki, 150 milyonu dediyim kimi promoy Alvarez xeyri olsun. Barcelona da fikirləşir. Ne bileyim, çox deyir ki, Dünya Kuboku bu mundialında pis oynadı. Ne bileyim, bırak. İnşallah yaxşı çıxış eləyəsin. Görək Alvarez'in qatqısı olacaq, amma məncə az da olsa olacaq, yəni. Santrafor mövqeyində, forvetdə belə. Uşaqlar belə. Bugünlük də bu qədər deyirik. Təbii ki, avqust aylarına kimi videolar olmayacaq kanalda. Çünki oyun yox, bir şey yox. Bunu da attım dediyim indiki transferlər barədə danışaq. Kərim Adayemi hoş geldin, Anthony hoş geldin. Alvarez sual altındadır. İnşallah görək nələr olur. TikTok səhifəmizdə var. Takip atsanız sevinərəm. Videonu da bəyənsəz, kanala da abunə olsanız, şərhlər aktivdirsə şərh yazsanız, düşüncələrinizi sevinərəm. Çox sağ olun. Var olun. Minnətdarım. Minnətdarlıq bildirməmizdən əvvəl ağlımdan çıxdı, duranda ağlıma gəldi uşaqlar. Üzr istəyirəm. Və sağollaşmamış bunu da deyim ki, Ferran Torres'i Paris Saint-Germain istəyir. Və Atletico Madrid deyirəm. Real Madrid də Ferran'la maraqlanır və Barcelona bunu da açıqladı ki, Ferran istəyirsinizsə, yəni bu oyuncu Ferran olsa yəni məncə getməlidir. Bir qolu var, təbii ki, İspaniyanı qalib elədi millidə və bununla da PSG-ni marağa atdı. Luis Enrique istəyir, Ferran Torres'i PSG-də, Real Madrid istəyir. Barcelona dedi ki, 50 milyon ver, götür get. Məncə bu yaxşı olar, Ferran yolun açıq olsun. İnşallah satırasın, çıxıb gedəsin qardaş. Düzdür, qatdan əldə kluba az da olsa, can sağ olsun, məncə Ferran da istəyər. Elə. Görək nə olur, Ferran Torres də böyük ehtimalle gedə bilər. Belə uşaqlar, indi deyirəm sizə, üzrü sayısınız. Sağ olun, salamat qalın, kanala abunə olursunuz, videonu bəyənirsiniz, komentariya çıxdırsa, komment yazsaz, azər-azər keşkə məni dəstəkləsəz, biz də böyüsək.
Sevinərəm uşaqlar. Çox sağ olun. Yaşasın futbol həvəskarı. Vamos.